Allahın adı ilə ağa bu videonu hər kim görür, o qəd dəstbəst eləsin, yetişsin Şərhdariyə, Fəzai Səbzin əlinə. Bu xurma ağacı Təbrizdə bu cür deyə bilərəm ki, bir danadır. O aşağıda Paşazdan rüşd eləyibdir. Əksərən də bunu hamımız görmüşük. Dibindən bir təfavüt rədd olmuşuq. Bu xurma ağacı günahdır. Buna gəlsinlər, bir dana fikr eləsinlər. Qışda gəlirlər, bunun bağlırlar. Şərhdari eləyə bilər rahat bunu. Bir dana fəza buna cüyləsin. Bu xurma ağacı Təbrizdə bir danadır. Bu cür deyə bilirik ki, qonaqdır bizə. Qonağı da bu cür saxlamazlar. Heyf edir. Paşazı Şəmsin rubəzində hamımız görmüşük bax. Bunu dəstbəst eləyin, yetişsin məhsulların əlinə. Buna da bir fikir eləsinlər də. Məmnunam, təşəkkür. Tamam.